Seymur Baycan, Uğursuz Şairin Ölümü, Hekayə. Üçüncü Yol qəzetinin redaksiyasından çıxanda baş redaktorla qarşılaşdım. Onun sağ əli şalvarının, sol əli isə pencəyinin yan cibində idi. Orta boylu, yumru sifətli, ağ saçlı bu kişi gənc istedadların hamısı kimi ad qazanmaqdan ötürü dəridən qabıqdan çıxırdı və heç bir şey onun bu qızğın iddiasını sarsıtmağa qadir değildi. Hələ indiyə qədər heç kəs özünə vurulmuş bu adamı hansısa məsələdəsə səhvini etiraf etməyə məcbur edə bilməyib. Çünki baş redaktor kiçik yaşlarından özünü qeyri-adi adam hesab etməyə alışmışdı. O çox az oxuyurdu, lakin özgələrindən eşitdiyi fikirlər asanlıqla söhbətlərində və yazılarında istifadə edirdi. Yerli və xarici klassiklər haqqında elə danışırdı ki, sanki klassiklər onun taytuşları idi. Belə danışıq tərzi ilə harda olmasından asılı olmayaraq, öz ətrafında xüsusi özünə məxsus ab-hava yarada bilirdi. Onun gənc istedadların hamısı kimi ad çıxarmaq iddiasında olması mənə çox sərf edirdi. Şıltaqlarıma dözürdü. Kefi kök olanda yaxud hər hansı cümləm, yazım xoşuna gələndə mənə qonorarımdan əlavə pul verirdi. Bəzən bir həftə 10 gün işə getmirdim. Redaksiyada peyda olduqda o elə koridordaca işçilərin əhatəsində məni danlayır, gah məsləhət, gah da öyüd nəsihət verirdi. Axırda da siqaret yandırıb deyirdi ki, heç bilmirəm sənlə necə rəftar edim. Səni buradan it kimi qovardım, istedadına heyfim gəlir. Mən sənin qələminə hörmət edirəm, qələminə, amma sən özün öz qələminə hörmət eləmirsən, zarafata salmısan hər şeyi. Bu zaman mən başımı aşağı salaraq gözlərimi döşəmədə bir nöqtəyə zilləyib özümü elə aparırdım ki, güya onun məsləhətlərinin, öyüd nəsihətlərinin, danlaqlarının sayəsində səhvimi başa düşməkdəyəm, artıq etdiyim hərəkətə görə peşman olmuşam, hətta biraz da ağıllanmışam. Əslində isə bu zaman heç nə haqqında fikirləşmirdim. Beynim ləzzətlə dincəlirdi, yüngülləşirdim. Hətta o dərəcədə yüngülləşirdim ki, bəzən məndə belə bir arzu oyanırdı. İstəyirdim qəflətən dilimi çıxarıb ona göstərim. İkimiz də göstərdiyimiz bu səhnədən, bu düşünülmüş, razılaşdırılmış oyundan razı qalardıq. Bir müddət keçdikdən sonra hər şey yenidən təkrarlanardı. Lakin ədalət naminə onu da qeyd etməliyəm ki, baş redaktorun doğrudan da yaxşı yazılardan xoşu gəlirdi. Yəni o kiminlə razılaşdırılmış oyuna girmək lazım olduğunu dəqiq bilirdi. Redaksiyada istedadlı, təcrübəli, bilikli jurnalist az idi. Jurnalistlərin çoxu tanışlıqla işə düzəlmiş, istedad, bilik azlığını isə baş redaktorun qarşısında quyruq bulamaqla, ona sadiq olmaqla bir-birləri ilə yarışa girməklə əvəz edirdilər. Baş redaktorun zəif tərəflərini öyrənə bilmiş bu adamların zahiri əlamətləri müxtəlif olsa da onların heç bir şey haqqında şəxsi mülahizələri yox idi. Buna görə də baş redaktor mənim kimi bir-iki istisnaları çıxmaq şərti ilə redaksiyada hamının fikrinə şərik olmasına vərdiş etmişdi. Danışanda heç kəs onun danışığını kəsməzdi. Bəzən baş redaktor mədə qızqırmasına şikayətlənirdi. İşçilər bir yerə toplaşaraq üzlərində təəssüf ifadəsi ilə baş redaktorun mədəsinin qızqırmasını müzakirə edirdilər və ona öz təcrübələrində sınaqdan keçirdikləri bir çox məsləhətlər verirdilər. Bu zaman baş redaktor işçiləri səbirlə diqqətlə dinləyir, öz tərəfindən nəzakət və mərhəmət göstərərək onlara ürəklərini boşaltmağa, doyunca yaltaqlanmağa şərait yaradardı. Səhər tezdən işçilər redaksiyaya daxil olduqda qəsdən tez-tez nəfəs alırdılar. Bununla da baş redaktora işə tələsə-tələsə gəldiklərini, işə ürəkdən can yandırdıqlarını göstərirdilər. Redaksiyada xoşa gəlməz hadisə baş verəndə, məsələn, qəzetdə hərf səhvi getdikdə, bəzən isə heç bir əsaslı səbəb olmadan baş redaktor qəzəblə qışqırır, hədələyir, söyüş söydü. O qışqırdıqca gümrahlaşırdı. Qışqırmaq, söymək, hədələmək onda öz fəaliyyətindən razılıq hissi yaradırdı və bütün bunların ümumi işin xeyrin olduğuna inanırdı. İşçilər isə belə hallarda ustalıqla büzüşür, yazıq görkəm alır və baş redaktorun hədələrini, qışqırmağını, söyüşlərini rəhbər adamın məsuliyyəti, ciddiyyəti kimi qələmə verməyə çalışırdılar. Yazı yazmısan? Yazmışam. Nədən yazdın? Qadınlardan. Təriflədin? Yox, tənqid elədim. Nə üçün, səbəb nədir? 2 gün əvvəl opera və balet teatrına Aidaya baxmağa getmişdim. Arxada bir neçə qadın oturmuşdu. Onlar söhbət edirdilər. Millətindən, dinindən, peşəsindən asılı olmayaraq bir neçə qadın bir yerə yığışıbsa, har olur olsun. Heç kim onların ağzını yuma bilməz. Nəzarətçi qadın 2-3 dəfə onlara yaxınlaşıb sakit olmağı, digər tamaşaçılara mane olmamağı xahiş etdi. Qadınlar biraz sakit oturur, sonra dözə bilmir. Əvvəlcə pıçıltı ilə danışır, səsləri yavaş-yavaş qalxırdı.
Adamların çönüb onlara narazı-narazı baxması da veclərinə deyildi. Bəlkə əsəbləşmişdim. Tamaşadan heç bir həzz ala bilmirdim. Bir suala cavab tapmaq istəyirdim. Əgər onlara tamaşaya baxmaq maraqlı deyilsə, söhbət etmək maraqlıdırsa, o zaman bura niyə gəliblər? Olmaz ki, gedib hardasa yığışıb daha rahat söhbət etsinlər. Bəlkə başqasının istirahətini pozaraq, başqalarını narahat edərək danışmaq onlara daha çox həzz verir. Üçüncü Yol qəzetində yazdığım yazı millətindən, dinindən, peşəsindən asılı olmayaraq bir neçə qadının bir yerə yığışanda ağızlarını yuma bilməməsi barədə idi. Baş redaktora yazının yazılma səbəbi və məzmunu haqqında mümkün qədər lakonik məlumat verməyə çalışdım, lakin məhz buna görə məlumatım biraz uzun və dolaşıq alındı. Yaxşı eləmisən, çənədən boş qadınların nəzarətsiz buraxılmasının mən də tərəfdarı deyiləm. O divara tərəf çevrildi, şalvarının cibini qurdaladı, yenə çevrildi və mənə 300 manat uzatdı. Sənə bir söz deyim, qulağında qalsın. Xəss adamlardan uzaq dur. Xəss adamın başını lap it başı kimi əzmək də azdır. Xəss adamdan hər nə desən gözləmək olar. Keyf elə. Bu qədər pulla mən institutda oxuyanda 3 ay dolanırdım. O vaxtın manatı ilə bu günün manatı eyni deyil. Hə, orası düzdür. Düz sözü nə deyəsən? Hardandır bu pul? Baş redaktor bu sualı gözləmirdi. Bir balaca özünü itirən kimi oldu. Tez vəziyyətdən çıxmağa çalışdım. Yəni demək istəyirdim ki, bizim qəzeti kim maliyyələşdirir? Həddini aşma, arada lap ağını çıxarır sana. Sənə nə var, hardandır? Pul verilir, al xərclə. Keçəl olanda nə olar? Adamı gərək ki, başında bir tikə ağıl ola. O çeçələ barmağın ucunu göstərdi. Bu paltarı hardan tap keçirmisən əyninə? Həmin gün üstündə məsum baxışlı, ala-bula inək şəkli olan yüngül poliver geyinmişdim. Tiflisdən. Belə paltarları satanlar da elə sənlə eyni ağıldadır. Niyə ki, həyatda hər şey orijinal münasibət göstərmək lazımdır. Orijinal görünmək hər bir azad fərdin təbii hüququdur. Məncə sən orijinallığı həddən artıq aludəsən. Bu heç nə haqqında ciddi düşünməməyə kömək edir. Heç nə haqqında düşünməmək mümkün deyil. Mən də elə mümkün olmayan şeyə can atıram. Hay, bu qədər axmaq fikirləri başında necə daşıyırsan, tamam xarabın çıxıb. Sənin düzəlməyinə inanmıram. Doğrudanmı mən sənin haqqında səhv etmişəm? Dedi, ardınca tələbəlik illərinə aid əhvalat danışdı və əhvalatını həyat təcrübəsi tamam başqa şeydir, qısa müddətdə birinci olmaqdansa uzun müddətdə ikinci ol cümləsi ilə bitirdi. Koridorla addımlayıram. Sovet dövründə tikilmiş bütün binalar kimi nəşriyyat binasında da bir neçə əks qütüblüklər, ətir, yemək, sidik bir-birinə qarışıb Sovet hökuməti dağılmağa başladıqda rəsmi dövlət qəzet və jurnalları tirajını, hörmətini sürətlə itirməyə başladı. Yeni müstəqil qəzetlər və jurnallar nəşr olundu. Yeni qəzetlər tez bir zamanda demək olar ki, elə ilk aylardaca böyük populyarlıq qazandı. Sonradan bu qəzetlər də öz tirajlarını yavaş-yavaş itirdilər. Kiçik yaşlarımdan qəzet oxuduğuma, hadisələrlə erkən maraqlandığıma görə Sovet dağılarkən müstəqilliyin ilk illərində baş verən bu mürəkkəb və bənzərsiz hadisələr hisslərin kütləvi şəkildə coşması, mitinqlər, tətillər, fabrik və zavodların fəaliyyətini dayandırması, arzuların pərvazlanması və reallığın sərhədlərini aşaraq absurdlaşması, dünən haqqında poemalar, romanlar yazılan adamların heykəllərinin götürülməsi, uçurulması, küçələrin, şəhərlərin adlarının dəyişdirilməsi, qəfildən ortalığa yeni tip adamların çıxması, ulduzu bir anda parlayıb, bir anda sönən müxtəlif cürə qəhrəmanlar, iqtisadi, siyasi motivli ifrat, pafos, reallıq hissinin itirilməsi, müharibə, arzuların, ümidlərin həyata keçməməsinə görə böyük depressiyanın, inamsızlığın yaranması, bir sözlə hər şeyin bir neçə il ərzində qısa zaman kəsiyində bir neçə dəfə alt-üst olması yaxşı yadımdadır. Qapıların üstündəki qəzetlərin adlarını oxuyuram. Bir zamanlar böyük tirajla nəşr olunan, əldən ələ gəzən bu qəzetlər indi çox kiçik tirajla nəşr olunur. Əgər qapılardan birini açıb içəri girsəniz, köhnə mebellər, köhnə avadanlıqlar, köhnə adamlar görəcəksiniz. Görəcəksiniz ki, yaşlı nimdaş geyimli küt kişi və hardansa onların əhatəsinə düşmüş bir cavan oğlan oturub kalbasa ilə, soyutma kartofla, kələm xiyar, pomidor turşusu ilə araq içirlər. Bir zamanlar böyük hörmət sahibi olmuş və sonradan baş verən hadisələrlə ayaqlaşa bilməyən yaşlı kişilər cavan oğlana öz xatirələrini danışırlar. Geyimlərinin nimdaşlığı, pulsuzluqları, indi məşhur olmamaları onların danışdığı xatirələri
asanlıqla copa oxşadırdı. Kitab şkafına yaxınlaşsanız, orada otaq jimnastikasına, meyvə konservləşdirməyə, balıq saxlamağa, xalça toxumağa aid müxtəlif qəribə kitablara rast gələ bilərsiniz. Bəzi redaksiyalarda köhnə qəzet və jurnal yığınları tavana qədər çatır. Dəhşət acımışdım. Yemək yeməli idim. Səhər tezdən içdiyim bir stəkan acı çayın, bir dilim biskvitin üstündə idim. Birinci mərtəbədə yerləşən yeməkxananın qapısına çatmağa 3-4 addım qalmış, dünən gecə gördüyüm yuxu yadıma düşdü. Yuxuda görmüşdüm ki, bir ilan bir combol qurbağanı udmaq istəyir. Qurbağanın ayaqları ilanın ağzından sallanmışdı. Mən qurbağanın ayaqlarını qıdıqladım və onu həyatın son anında gülməyə vadir elədim. Yeməkxanada adam çox deyildi. Qəzeti tirajını itirmiş bir neçə redaktor, ətrafı olmayan bir neçə siyasətçi oturub araq içirdilər. Şair Asif Odlu masalardan birinin arxasında tək oturmuşdu. O məni gördükdə biraz canlandı və başı ilə masaya dəvət etdi. Tək oturmaq istəsəm də bu dəvəti rədd edə bilməzdim. Baxmayaraq ki, bizim münasibətimiz o qədər də yaxşı deyildi. Bir neçə ay əvvəl haqqımda yazı yazaraq bəndənizi istedadsız olmaqda, istedadsızlığını hoqqabazlıqla, izmlərlə gizlətməkdə özünü postmodernist adlandırıb, postmodernizmin nə olduğunu bilməməkdə ittiham etmiş və yazısını bu cümlələrlə bitirmişdi. Onun yazılarının yarısı başqalarından gətirdiyi statlardır. Filan kəs belə dedi, bəhmən kəs belə dedi. Bəs sən özün nə deyirsən, sənin öz şəxsi fikirlərin hanı? Kölgədə bitən ağacın kölgəsi olmaz. Adama deməzlərmi, ay yoldaş Seymur, nə oldu, cəmaatın hamısı savadsız oldu, elə bircə sən alim çıxdın, deyərlər lap canını da alarlar. Taxta kimi quru, hissiz qəhrəmanları bizim ədəbiyyatımıza izmlər pərdəsi altında istedadsızlar gətirirlər. Çox sərt cavab yazaraq onu uğursuz şair adlandırmışdım. Cavabım ona bərk toxunmuşdu. Bir neçə dəfə müxtəlif məclislərdə, tədbirlərdə qarşılaşsaq da salamlaşmamışdıq. Bir dəfə biz nəşriyyatın giriş qapısının önündə qarşılaşdıq. O binadan çıxırdı. Mən binaya girirdim. Rastlaşmağımız ikimiz də çaşdırdı. Ona salam verdim, üzünü çevirdi, salamımı almadı. Ona görə də indi məni masaya dəvət etməsi biraz qəribə göründü. Belə başa düşdüm ki, ünsiyyətə kəskin ehtiyacı var. Gözümü əzilmiş və olduqca qəmgin göründü. Masasının üstü kasıb idi. Kasıb deyəndə ki, masanın üstündə yarıya qədər yeyilmiş bir xiyar turşusu, 250 qramlıq qızıl açar arağı, qıraqdan azca həvəssiz dişlənmiş, qızardılmış toyuq budu vardı. Bufetə yaxınlaşdım, kartof qızartması, toyuq qızartması, paytaxt salata, xiyar, pomidor, kələm turşusu, üzüm limonadı, yarım litrlik babək arağı sifariş verdim. Biz danışmadan yeməyə və içməyə başladıq. Şair Asif Odlu nakam sevgi, bahar gecələri, bulaqlar, körpəsinə layla salan ananın sevinci haqqında gecikmiş, sentimental şeirlər yazırdı. O yazdığı şeirlərdə demək istəyirdi ki, adam səhərdən axşama kimi yarpaqların pıçıltısına qulaq asanda, göydəki buludlara baxanda həyat ona mənalı görünür. O hər cür orijinallığın qatı düşməni idi və deyirdi ki, orijinallıq, izmlər, terminlər istedadsız adamların əlində istedadsızlıqlarını ört-bastır etmək üçün bir vasitədir. Şairin balaca başı, arıq, solğun, quş sifətinə oxşayan üzü vardı. Qılçaları əyri olduğu üçün yeriyəndə kənardan baxan adam elə gəlirdi ki, indicə büdrəyib dizi üstə yerə çökəcək. Qabaq dişlərindən bir neçəsi tökülmüşdü. Güləndə əlini ağzına tuturdu. Bu hadisənin baş verdiyi zaman müxtəlif qəzetlərin ədəbiyyat səhifələri, bəzi qəzetlərin hətta ədəbiyyat əlavələri olurdu. Şair və yazıçıların çoxu qəzetlərdə ədəbiyyat səhifələri, ədəbiyyat əlavələri hazırlamaqla dolanırdılar. Şair Asif Odlu da az tirajlı bir qəzetdə ədəbiyyat səhifəsi hazırlayırdı. Onun hazırladığı səhifə, orada nəşr olunan şeirlər, yazılar, hekayələr tez-tez cavan yazıçıların lağ obyektinə çevrilirdi. Bununla belə o həqiqəti deyən, hakimiyyətə yaltaqlanmayan şair kimi tanınırdı və sayları günü-gündən azalan köhnə demokratların arasında kifayət qədər hörməti vardı. Masada hökm sürən sükutu şair pozdu. Çoxdandır səni görmürəm, rəngin ağarıb. Biraz sınıxmısan, xəstə deyilsən, haran ağrır? Xəstə deyiləm, heç yerim ağrımır, amma yaxşı yata bilmirəm. Fikirdəndir, başın çiyin üstündə, əl-ayağın yerində, insana daha nə lazımdır? Nəyin fikrini edirsən? Elə hər şeyin, keçmişin, indinin, gələcəyin. İşlər necə gedir? Pis deyil, babat. Şəxsi həyatında bir təzəlik yoxdur ki? Yoxdur. Yenə təksən? Hə, təkəm. Nə vaxta qədər? Elə həmişə. Mən bilirəm, bəzən ürəkdə elə sözlər olur ki, onu heç kimə deyə bilmirsən, bəlkə evlənməyə utanırsan, burada utanmalı bir şey yoxdur. Dünya yaranandan bəri qoyulan qanundur. Sən də bu qanuna əməl etməlisən.
Başqalarını deyə bilmərəm necə evlənirlər. Mən bu məsələdə çox vasvasıyam. İndi elə yandır ki, heç qoca kişilər də tək yaşamırlar, cavan qızları yoldan çıxarıb özlərini arvad edirlər. Bütün günü millət ağıl öyrədirsən, amma bir qızı yoldan çıxarıb özünü arvad edə bilmirsən, təklik səni qorxutmur. Özünə yaxşı, ağıllı, mərifətli bir qız tap, qoy görəndə bərəkallah desin. Elə qız tap ki, səni itirməkdən qorxsun. Arıqlığına, köklüyünə fikir vermə. Arıq olsa qulluq edərsən, köçələr kök olsa işlədərsən, arıqlayar. Sənin başqa mövzun yoxdur. Deyəsən biçarlıqdan əziyyət çəkirsən. Sən elə söz demədim ki, hirslənirsən. Acığı niyə tutur? Atına eşşək dedilər, öz aramızda. Belə inatkarlıq da bir şey deyil. Bir də ayılıb görəcəksən ki, iş işdən keçib, üz qırışıb, bel bükülüb. Danışmağa halım yoxdur. Mən də yaman halsızam. Dünən yaman çox içmişəm. O axşam ki, içmirəm. Səhər yerimdən quş kimi qalxıram. Yaxşı yeyirəm. Yaxşı da işləyirəm. Əsəbləşmirəm. Elə ki, axşam çox içdim, arağı çaxırı pivəyə qarışdırdım. Gəl səhər mənim halıma bax. Yuxudan oyana bilmirəm, ürəyim çaydan başqa heç nə istəmir. Bütün günü halsız oluram. Əlim işə qalxmır. Darıxıram. Cavab vermədim. Bu gün səhər arvadla dalaşdıq. Yenə cavab vermədim, niyə dalaşdıqlarını soruşmadım. Bildim ki, ürəyi doludur, özü danışacaq. Belə mühüm xəbəri laqeyd, soyuqqanlı qarşılamağıma təəccüb elədi. Fikrin hardadır? Sənlə deyiləm. Düşünürəm. Nə barədə? Düşünürəm ki, görəsən bu yaşda arvadla nəyin üstündə dalaşmaq olar. Sən birini bilirsən, birini yox. Onda zəhmət olmasa başa sal görüm. Bildiyim nədir, bilmədiyim nə? O sağa sola nəzər saldı, yaxınlığımızda heç kəs olmasa da aşağı səslə dedi. Arvad deyir ki, uşaqlar böyüyüb, indi gərək sən zirək olasan. Nə görmüsən bu şeirdə bizi incitməkdən yorulmadın? Niyə belə eləyirsən? Nə var bu ədəbiyyatda? Mən bu yaşa çatmışam, incəsənət adamlarını həmişə az görmüşəm. Şeir yazmağın vaxtı keçib. Oğullar var 4-cü sinifi güclə qurtarıb, digər daşdan pul çıxarır. Sən nə dedin? Mən də dedim ki, belə söz deməyə dili necə gəlir? Bəsdir onun bunu var dövlətini soxdun gözümə. Gör kimləri mənə nümunə göstərirsən. Rüşvətxorları, oğurları. Mənim təmiz adım var. Bu sənə azlıq edir. Yaxşı cavab vermisən. O da dedi ki, qoy oturmuşuq sən Allah. Nə yapışmısan bu təmiz adın quyruğundan? Təmiz adı bal deyil, çörək batırıb yeyəsən. Quruca təmiz ada nə verirlər? Bəlkə döyəsən. Bu yaşda da adam arvad döyər. Görən eşidən nə deyər? Görən eşidənin qorxusundan həyat yanımızdan ötüb keçir. Çox şeydən məhrum olmuşuq. Qorxaqlıq bizi göz görəsi məhv edir. Sən elə bilirsən arvad uşaq sənin mənim kimi ədəbiyyat haqqında düşünür. Düşünmürlər. Adama elə sözlər deyirlər ki, çaşıb qalırsan. Bilmirsən sən düz deyirsən, yoxsa onlar düz deyir. İnsanın ki, həvəsini öldürdün, elə bil özünü öldürdün. Heç fərqi yoxdur. Ailə başçısı olmaq müsibətdir. Sən elə bilirsən qız ərə gedəndən sonra atanın yükü azalır. Yox, bu yük ölənəcən bizim çiynimizdədir. Mənim belə söhbətlərdən başım çıxmır. Nə vecinə, hələ cavansan, illər keçdikcə yavaş-yavaş hər şeyi başa düşəcəksən, evlənəcəksən. Əvvəldə biraz mehribanlıq, sevgi, məhəbbət olacaq. Sonra arvad deyəcək, gətir. Deyəcəksən, mən banker deyiləm, yazsadamam, hekayə yazıram, ədəbiyyatla məşğulam. Deyəcək, məni maraqlandırmır, başqaları gətirir, sən də gətirməlisən. Başlayacaq hər cür qulduru, yol kəsəni, mərdimazarı, yaxşı ailə başçısı kimi sənə nümunə göstərməyə. Əlin heç yana çatmayacaq. Onda tüstün təpəndən çıxacaq. Sənin o dik burnun əzilə gərək. Başından daşdan daşa dəyə. Onda başa düşərsən ki, ailə nədir? At olmaq, ər olmaq, ailə başçısı olmaq nə deməkdir? Mənə dərs vermək lazım deyil. Nə qədər dərs olar? Kim gəldi mənim başıma ağıl qoymaq istəyir? Dərs vermirəm. Ağıl adamın sözünə qulaq asmaq, nəticə çıxartmaq, özü də əməlli başlı ağıl istəyir. Həm deyirsən evlən, tək qalma, həm də ailə başçısı olmağın çətinliklərindən, məşəqqətlərindən danışırsan, özünü təksib edirsən. Bunu necə başa düşək? Bilmirim, necə danışım ki, yaxşı başa düşəsən. Bəxt əvvəldən qara gələndən sonra onu, əstağfurullah, heç Allahın özü də düzəldə bilmir. Pul hərislik gör insan necə miskin hala salır. Acından ölmürük. Yaxşı pis ev eşiyimiz, əyin başımız var. Bəs onu darıxdıran nədir? Belə dahil olarmı? Mən nə edim ki, evdə başa düşülüm. Yox, nə qədər gec deyil, məsələ yoğunlaşmayıb, bunun qabağını almaq lazımdır. Axır vaxtlar arvadın hərəkətləri dəyişib, elə bil evdən soyub.
Evə ta əvvəlki kimi baxmır. Fikri nəsə başqa yerdədir. Gör Taleh məni gətirib hara çıxardı. Yox, burada Talehin heç bir günahı yoxdur. Mən özümü gətirib bu yerə çıxarmışım. Buna heç bir kişi dözməz. Bunun axırı necə olacaq? Bu nə həyatdır? Digəl bundan sonra yaşa. Bir dəfəlik girəsən qara torpağın altına, canın qurtara. İsti qəbir soyuq yataqdan yaxşıdır. Heç vaxt belə əzgin vəziyyətdə olmamışam. Görün doğrudan da olacağı çarə yoxdur. Toyuğun uçuşu zibilliyə qədər olar. Başa düşdüm ki, bu sözləri mənə yox, özünə deyirdi. Bu sözlərdə nə qədər təəssüf hissi vardı. Uğursuz şair dalbadal bir neçə dəfə askırdı, yaylığını çıxarıb, ağzını silə-silə dedi. Andıra qalsın bu da. Başlayanda qurtarmır. Araq stəkanını götürüb iki ovcunun arasında sıxdı. Burnuna yaxınlaşdırdı. Qoxladı. Bir dəfə yox, 4-5 dəfə. Kürəyim dözülməz dərəcədə qaşınırdı. Ayağa qalxdım, qaşınan yeri divarın tinlə sürtüb, təzədən yerimdə əyləşdim. Hoqqabazlığından qalmırsan, mən burada sənə dərdimi danışıram, sən də belini divara sürtürsən. Hoqqabazlığın bura nə dəxli var? Belim qaşınır, qaşının yeri əlim çatmır, burada da heç kimə deyə bilmərəm, gəl belimi qaşı. Yaxşı, bəs mən nə edim? Belimin həqiqətən qaşındığını necə sübut edim? Sənə qalsa deyərsən ki, yeməyi də hoqqabazlıq üçün yeyirsən. Açığın deyim ki, laqeydliyin məni təəccübləndirir. Siz cavanlar bizdən daha ağıllı çıxdınız. Ağıllı yox, hiləgər. Siz terminlərlə, izmlərlə adamların gözünü qorxutmağı bacardınız. Özünüzə terminlərlə bir istirehli paltar kimisiniz. Ağzınıza gələni yazıb deyirsiniz ki, bu postmodernizmdir. Belə getsə söhbətin ahırı davadalaşla qurtaracaq. Narahat olma, davadalaşlıq halım yoxdur. Söhbət də eləyirik. Qaldır vuraq. Çox saxladıq. Stəkanlarımızı toqquşdurub içdik. Niyaz yeyirsən. Ürəyin nə istəyir, sifariş verim. Sağ ol, heç nə lazım deyil, iştahım yoxdur. İçkininki yeməkdir. İçdinsə gərək yeyəsən. Bilirəm, sən 100 ilin sərçəsini civciv öyrətmə. Tələbat nə qədər az olarsa, xoşbəxtlik bir o qədər asan əldə edilər. Əlini ağzına tutaraq öz sözlərinə güldü. Hərçənd burada gülməli heç nə yox idi. Gülüşü öz kürəyə çevrildi. Bir qurtum limonad içib sual verdi. Sən gələcək barədə fikirləşəndə qorxmursan? Çalışıram gələcək haqqında çox düşünməyim. Daha çox keçmiş barədə düşünürəm. Təbiətim belədir. Necə fikirləşirsən? Mənim şeirlərim ədəbiyyat tarixində qalacaq, yoxsa nahaqdan özümə əziyyət verirəm? Xahiş edirəm, ya hədə ya yox. Qorxma, incimərəm. Heç olmasa 3-4'ü qalsaydı yaxşı olardı. Qalmasa biabırçılıq olacaq. Bu qədər çətinlik çək, axırda da heç nə qalmasın. Oy, fikirləşmə ki, kefliyəm, ağlım başımda deyil, ağzıma gələn danışırım, yox, kefli olsam da nə danışdığımı bilirəm, susursan, cavab vermirsən, deməli, heç bir şey ümid etmirsən, heç bir şey. Belə məsələlərdə hökmü zaman özü verir, hökm verəndə də səndən, məndən də heç nə soruşmur, biz kimik ki? Necə yəni biz kimik? Bu nə söhbətdir? Adam bilib söz soruşdum səndən. Əsəbləşmə, demək istəyirəm ki, bizlik heç nə yoxdur. Hər şey zaman özü həll edir. Öz-özünə aydın olacaq məsələlər var. Onların açılmasına vaxt, enerji sərf etməyin heç bir mənası yoxdur. Son vaxtlar atam tez-tez yuxuma girir. Yuxuda da papiros damağından düşmür. Ağlım kəsəndən atamı həmişə qazbek çəkən görmüşəm. Dünyasında ayrı papiros dilinə vurmazdı. Deyərdi, öyrəşmişəm. Əvvəldən hansı siqaret çəkmisənsə gərək ki, axıracan da onu çəkəsən. Amma mən siqaret çəkməyə başlayandan bəri az 20 siqaret dəyişmişəm. Təzə-təzə şeir yazmağa başlamışdım. Bir şeirim də o vaxt Pioner qəzetində nəşr olunmuşdu. Göndərdim şeirimi redaksiyaya, nəşr etdilər. Heç özüm də gözləmirdim. Çox sevinmişdim. Ancaq atam sevinmə. Dedi ki, əzim, gəl boş fikirləri başından at. Çox adam şair olmaq istəyib, axırda avara qalıb. Sən də özünü bədbəxt eləmə. Axı sən nə yazacaqsan, nədən yazacaqsan? Sevgidənmi, Nizamidən, Füzulidən, Nəsimdən o yana getməyəcəksən. Dedi ki, indi şair olmaq axmaqlıqdır. Həyatını məhv edə bilərsən. Bugün səhərdən fikirləşirəm. Bəlkə atam düz deyirmiş. Bəlkə mən də oradan da istedadsızam. Nə fikirləşirsən? Mənə həqiqət de. Mən həqiqət eşitmək yüzündəyəm. Mən heç nə deyə bilmərəm. Bəlkə də hər şey başqa cür oldu. O qədər şair olub ki, öz zamanələrində şeirlər oxunmayıb. Öləndən sonra həqiqi qiymətlərini alıblar. Elə deyil.
Səsinin ahəngində bu sözləri təsdiq etməyə çağıran bir xahiş, az qala bir yalvarış duydum. Elədir, düz deyirsən. Gələcək. Nə qədər şair, yazıçı gələcəyə ümid bağlayıb. İstisnalar yaşayarkən həyat və yaradıcılıq diqqətdən kənarda qalıb öləndən sonra məşhurlaşan bir neçə adamın bioqrafiyası onları aldadır. Elə bilirlər gələcəkdə vəziyyət dəyişəcək, öləndən sonra onların da yaradıcılığına maraq yaranacaq, məşhurlaşacaqlar. Beləcə bu ümidlə yaşayır və yazırlar. Burada həm də biraz romantika da var. Bir neçə il əvvəl N rayonuna toya getmişdim. Toyda bir kənd şairi ilə tanış oldum. Toyun sabahı günü şair məni öz evinə dəvət etdi. O mənə yazdığı poemaları göstərdi. Nə az, nə çox, düz 90 dənə poema yazmışdı. 96 vərəqli dəftərlərə yazmışdı poemalarını. Dəftərləri rəfdə, səliqə ilə yan-yana düzmüşdü. Mən dəftərlərə baxırdım, vərəqlərdən bəzilərinin kənarlarına xoruz, it, at rəsmi çəkilmişdi. Bu da onun arada fikrə getdiyini, düşündüyünü sübut edirdi. Şair yazdığı poemalardan bəzi hissələri oxudu. Doğrudan da çox həvəsli oxuyurdu. Oxuyarkən əl-qolu da havada yellənirdi. Anası da yanımızda dayanmışdı, qoca arvad idi. Bu qoca arvad şairin anası dedi ki, yazıq gecələr yatmır, səhərə qədər yazır. O kənd şairi də düşünürdü ki, nə vaxtsa onu başa düşəcəklər, nə vaxtsa yazdıqları həqiqi qiymətini alacaq. Ümidini gələcəyə bağlamış adam görəndə, onlarla söhbət etdikdə həmin kənd şairini xatırlayıram. Mənim üçün onu xatırlamaq çox ağırdır. Xüsusən qoca anasının dediyi sözləri heç cürə həzm edə bilmirəm. Bu sözlər ürəyimi ağrıdır. Yazıq gecələr yatmır, səhərə qədər yazır. Yeməkxanada adam artırdı. Şair qolunun tükünə qərq olmuş saatına baxdı və sifəti ciddi görkəm aldı. Birdən başını qaldıraraq tavanı nəzərdən keçirdi. Mən elə gəldi ki, indi o canavar kimi ulayacaq. Amma ulamadı, sual verdi. Pulun var? Varımdı. Varımdırsa lap yaxşı. Ürəyim sıxılır burada. Gedək başqa yerdə davam edək. Təklif ürəyimcə olmasa da imtina edə bilmədim. Al pulu get özün tək demək heç yaxşı çıxmazdı. Binadan çıxıb yolun o bir üzünə keçdik, siqaretim qurtarmışdı. Bir dəqiqə gözlə, siqaret alım, sənə də alım. O boynu yağlanmış qara pencəyinin yan cibindən qırmızı elem qutusu çıxartdı, qutunun içinə baxdı. Yox, hələ varım dedi. Hələ varımdı desə də ona da siqaret alacaqdım. Köşkə tərəf 4-5 addım atmışdım ki, arxada tappıltı eşitdim. Yalnız bir insan bədəninin yerə dəyməsi belə səs çıxara bilərdi. Geri çevrildim. Gördüm şair yerdə uzanıb. Hər şey çox sürətlə baş verdi. Mənə çox pis təsir edən onun ölərkən şalvarını islatması oldu. Üzündə donub qalmış kədər bu dünyanı tərk etdiyini deyil, bu dünyada qalanların istirablarını ifadə edirdi. Hər halda həmin an onun üzündə donub qalmış kədər mənə belə göründü. Meyitin yaxınlığında gözsüz hinduşka başı vardı. Mən başa düşdüm ki, uğursuz şairin bu dünyada son gördüyü şey gözsüz hinduşka başı oldu. Meyitin başına tezliklə faciə həvəskarları yığışdı. Üzü hər şəkilə düşə biləcək xəmirə oxşayan, çəkmələrinin bağı bant kimi bağlanmış, özündən müştəbih bir cavan oğlan dərhal göstərişlər verməyə başladı. Sanki bu hadisə məhz onun başqalarına necə fərasətli diribaş olduğunu göstərmək üçün baş vermişdi və indi hamı onun göstərişlərinə şəksiz əməl etməli idi. Yaxınlıqdan gülə-gülə zarafatlaşa bir dəstə yeniyetmə keçdi. Budur, onlar gülürlər, zarafatlaşırlar. Vaxt gələcək, onlar qocalacaqlar. Əlləri əsəcək, saçları töküləcək, üzləri qırışacaq, sümükləri, oynaqları, daxili orqanları ağrıyacaq, yuxusuzluqdan əziyyət çəkəcəklər. Bütün bunlar dəhşətdir, amma labüddür.